Salam uşaqlar. İstədim ki, əsasən ekologiya mövzusundan belə deyim də, imtahana düşə biləcək daha yaxın sualları, bir-iki dənə sual var. Onları seçib sizə izah eləyim. Gəlin baxaq suallarımıza. Deməli deyilir ki, qida zəncirinin sxemində bitki yeyən heyvanlar hansı rəqəm və ya rəqəmlərlə göstərmişdir? Biz burada nəyi tapmalıyıq? Bitki yeyən heyvanları, yəni ki, belə deyək, produsentləri yeyən heyvanları, birinci dərəcəli konsumentləri tapmalıyıq. Fikir versəz, günəş enerjisindən istifadə edənlər birbaşa günəş enerjisi 1-in üzərinə düşür. Deməli, 1 burada nə olacaqdır? Produsent olacaqdır. Sonra bizə bitki yeyən, yəni produsentləri yeyən heyvanlar lazımdır. Heyvan və ya heyvanlar lazımdır. Fikir versəz, 1-in özünü isə həm 3 nömrəli heyvan, həm də 2 nömrəli heyvan yeyir. Yəni ki, həm 2, həm də 3 bu produsentləri, yəni bitkiləri yeyirsə, deməli ki, bu bitki yeyən heyvanlardır. Doğru cavab olacaqdır D variantı. Digər sualımıza keçək. Aha. Deməli, bu sualımızda da qida zəncirinin sxemində atomların cansız təbiətdən canlı təbiətə axınını təmin edən orqanizmlər, cansız təbiətdən canlı təbiətə axınını təmin edən orqanizmlər hansı rəqəmlə göstərilmişdir? Deməli, burada söhbət bilirsiniz nədən gedir? Cansız təbiətdən canlı təbiətə axınını produsentlər həyata keçirir. Yəni, redusentlər parçalayır, elə deyil, cansız formaya keçirir. Produsentlər isə yenidən, belə deyim, üzərinə günəş enerjisi alır, qeyri-üzvü maddələrdən üzvü maddə hazırlayır. Yəni, cansızları yenidən canlı vəziyyətə keçirir. Ona görə günəş enerjisi düşən yenə birincisi produsenti olacaqdır. Sonra cansız təbiətdən, bəli, bizə elə produsentin özü lazımdır. Deməli, burada olacaqdır hansı variant? A variantı, yəni birincisi cansız təbiətdən canlı təbiətə axını. Davam edək. Deyir ki, qida zəncirinin sxemində konsumentlər hansı rəqəm və ya rəqəmlərlə göstərilmişdir? Baxın, onsuz da həmişə yadınıza saxlayın. Günəş enerjisi ilk olaraq düşən produsenti düzdür. Bəzi qrafiklər vardır ki, onlarda ümumiyyətcə günəş enerjisinin düşdüyü göstərilmir. Yəni, müəyyən oxların istiqamətinə əsasən müəyyən edirik. Burada amma göstərilib, daha asandır. Produsentlərdir. Sadəcə olaraq konsumentlər soruşur. Və fikir verin, orada sizdən birinci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli konsument soruşa bilər. Bir də ki, ancaq konsument soruşa bilər. Yəni, ona da fikir verin, görün hansını soruşur. Burada sadəcə olaraq, yəni konsumentdən hansı rəqəmlərlə göstərilmişdir. Konsument 2 də konsumentdir, 3 də konsumentdir. Çünki 2 1-i yeyir, 3 də 2-ni yeyir. Bunlar konsumentdir. 4 ilə göstərilən isə redusentlərdir. Baxın, redusentləri belə müəyyən edin. Hansına əgər ki, hamısından ox gedirsə, o redusentdir. Baxın, 4 nömrəli redusentdir. Həm 1-dən ox gedir, həm 2-dən ox gedir, həm də 3-dən ox gedir. Hansına ki, hamısından ox gedir, o redusentdir. Bunu yadınızda saxlayın ki, tapmaq asan olsun. Deməli, burada nəyi soruşurdu? Konsumentlər 2 ilə 3 konsumentlər göstərilib. Davam edək. 80-ci sual. Aha, 80-ci sualda deyir ki, birincisi günəş enerjisindən istifadə edir 1%. Burada faizlər sizi çaşdırmasın. Bir dənə onu bilin ki, günəş enerjisindən istifadə edənlər hansılardır? Avtotroflardır. Yəni ki, özü qidalananlar günəş enerjisindən istifadə edir. Deməli, burada birinci tərəf olacaqdır hansı? Özü qidalanan. A variantı ilə, çünki digər qidalanma yazılıb, D və Y variantlarını çıxırıq. B və C variantlarına baxırıq. İndi isə 2 ilə 3-cü isə deyir ki, 2-də deyilir ki, bədənində yeni maddələrin yaranmasına sərf olunan minimum enerji və itirdiyi enerjinin miqdarı. Burada isə enerjidən istifadə etmir. Onu hər hansı bir prosesə sərf eləyir, istifadə edir. Və yaxud da ki, məsələn, yeni maddələrin yaranmasına olsun və yaxud da ki, hərəkət etdiyi zaman, digər bioloji proseslər həyata keçirən zaman enerji itirirsə, bu o deməkdir ki, bu yəni avtotrof da ola bilər, heterotrof da ola bilər. Yəni ki, digər qidalanma üsulu. Həm 2 digər qidalanmadır, həm də üçüncüsü digər qidalanma üsuluna aiddir. Yəni burada faizlər sizi çaşdırmasın. Günəş enerjisindən istifadə edirsə, bu avtomatik olaraq bilirsiniz ki, avtotrof qidalanmadır, yəni özü qidalanır. Əgər ki, enerji sərf eləyirsə, enerji itirirsə, bu avtotrof da ola bilər, heterotrof da ola bilər. Yəni, digər qidalanma üsuluna malik olan canlılar. Ona görə B variantı. Davam eləyək. Aha, bax, bu suallar sizi çaşdıra bilər. Əminəm ki, çoxunuz bu sualları görəndə burada O1, O2, yəni ancaq optimum nöqtələrinə baxırsınız və məsəl üçün 94-də cavabı A yaza bilərsiniz. Amma bu yanlışdır. Burada nəyə baxmalısınız? Baxın, deyir ki, qrafikdə müxtəlif heyvanların həyat intensivliyinin temperaturdan asılığı verilmişdir. O optimum nöqtələri göstərilibdir. Şəkildə neçə növün qrafik əyriləri göstərilir. Burada neçə dənə növ olduğunu tapmalı. İlk baxışdan siz deyərsiniz ki, hər bir növün, belə deyək, optimum nöqtələri eynidir. Məsələn, belə deyə bilərsiniz ki, O1 eyni bir növdür ki, bunların hamısının oxları bir yerdə kəsir. Deməli, O2 də ikinci bir növdür. O3 də xeyr, belə deyil. Baxın, eyni bir növ olsaydı əgər onların
tamamilə qrafiki eyni olmalı idi. Yəni belə bir şey. Burada sizə çaşdırmaq üçün optimum nöqtələrini sadəcə olaraq optimum nöqtələrini eyni veriblər. Əgər ki, bunların hər biri, bax bu xəttlər var ha, hər biri eyni nə olsun ki, bunlar gəlib burada kəsişir. Bu o demək deyil ki, bunların üçü də eyni növdür. Sizi çaşdırmaq üçün veriblər bunları belə kəsişmə. Eyni növ olması üçün həm onların optimumları eyni olmalı idi, həm də ki, onların temperaturları eyni olmalı. Yəni eyni növ bax bu belə olacaqdı. Yəni hamısı belə üst-üstə, hamısı üst-üstə. Yəni temperatur da eyni olmalıdır, optimum da eyni olmalıdır. Amma burada sizi çaşdırmaq üçün sadəcə optimumlarını eyni veriblər. Ona görə də bunların hər biri fərqli-fərqli növlərdir. Siz burada xəttləri sayacaqsınız. Yəni 1, 2, 3, 4, 5. 5 dənə. 5 dənə xətt var, 5 dənə əyri var. Deməli burada 5 dənə növ vardır. Yəni təkcə o optimumların gəlib kəsişməsi, sizi bu xəttlərin gəlib kəsişməsi sizi çaşdırmasın. Onların məqsədi onsa sizi çaşdırmaqdır. Təsəvvür edin ki, bir dənə meşədir. Bu meşədə müxtəlif növlər var. Elə deyil. Bu müxtəlif növlər meşənin eyni bir yerində yaşadığına görə onlar məcburdur ki, optimumlarını eyni etsinlər. Yəni temperatur fərqli ola bilər, amma onlar məcburdurlar ki, eyni bir optimuma malik olsunlar. Bu o demək deyil ki, onların növləri də eynidir. Nə olsun ki, çünki meşənin sadəcə olaraq həyat şəraiti elə tələb elədiyinə görə həmin o müxtəlif növlər bəzən elə olur ki, yəni müəyyən bir optimuma malik olurlar. Hamısı da eyni optimuma malik olur, çünki şərait onu tələb edir. Elə həmçinin 95-ci sualda da bax bunları sayacaqsınız. Həmin optimumlar sizi çaşdırmasın. 1 2 3 4 5 6. 6 da nə eləyəcək? Doğru cavab 95-də A variantı. Ümid edirəm ki, nə demək istədiyimi başa düşdünüz. Davam eləyək. 83 və 100-cü suallara baxaq. Deməli, 83-cü sualımızda deyilir ki, qida zənciri sxemində produsent və ikinci dərəcə, bax artıq burada deyir ki, ikinci dərəcəli konsument və produsenti istəyir. Bax, burada fikir versəz, günəş enerjisi yox idi. Bayaqkilərində günəş enerjisi var idi. Orada qısa konkret bilirsiniz ki, günəş enerjisi hansının üzərinə düşürsə, o produsent olacaq. Amma burada yoxdur. Yaxşı, burada necə müəyyən edək? Gəlin əvvəlcə redusenti müəyyən edək. Redusent bayaq mən nə dedim? Əgər ki, hansına hamısından ox gəlirsə, o redusentdir. Baxın, Z-ə fikir verin. Həm Y-dan ox gəlir, həm Y-dan ox gəlir, həm X-dan ox gəlir, həm də N-dən ox gəlir. Deməli, bu redusentdir. Redusentə əsasən bu səfər produsenti müəyyən edə bilərsiniz. Redusentdən də produsentə ox qayıdır. Redusentdən yalnız və yalnız redusentdən produsentə ox qayıdır. Çünki produsentlər nə edirdi? Cansız təbiəti canlı təbiətə keçirdi. Deməli, N burada nə imiş? Produsent imiş. Produsent. Yadınızda saxlayın. Hansına hamısından ox gəlirsə redusent, əgər redusentdən hansına ox qayıdırsa o produsentdir. Deməli, N produsenti imiş, produsenti müəyyən elədik. Bir də ikinci dərəcəli konsument. Produsenti yeyən, yəni X, birinci dərəcəli konsumentdir. X-i yeyən, yəni birinci dərəcəli konsumenti yeyən Y isə ikinci dərəcəli konsument olacaqdır. N və Y doğru cavab eləyəcək B variantı. Həmçinin 100-cü sualımızda da deməli birinci dərəcəli konsument, ikinci dərəcəli konsument produsentləri müəyyən eləməliyik burada. Gəlin baxaq, yenə də eyni şəkildə. Baxın, bayaq mən sizə nə dedim? Hansına əgər ki hər tərəfdən ox gəlirsə, o nə olacaq? Redusent olacaq. Deməli baxın, Z-ə fikir verin. Hamısından Z-ə ox gəlir. Deməli Z-imiz nədir? Redusentdir. İndi produsenti müəyyən eləmək üçün redusentə baxırsınız. Əgər ki redusentdən hansına ox qayıdırsa, o da produsent olacaq. Bu N də olacaq produsent. Deməli, N-imiz produsentdir. A-na Y variantlarına baxırıq. Sonra produsenti yeyən birinci dərəcəli konsument, yəni X-dir. Birinci dərəcəli konsumentimiz X-dir. X-imizi yeyən. Deməli, yəni birinci dərəcəli konsumentimizi yeyən isə nə olacaqdır burada? Y olacaqdır. Çünki Z-imiz redusent idi. Deməli, olacaq doğru cavab Y variantı. Z-imiz də onsuz da redusent idi bu şəkildə. Davam eləyək burada. Deməli, 41-ci sual. Deyilir ki, eyni qida zəncirinin müxtəlif halqalarını təşkil edən canlı qruplarının ümumi biokütlələri verilmişdir. Bu qida zəncirində 3-cü dərəcəli konsument hansı rəqəmlərlə göstərilmişdir? Çox xahiş edirəm sizdən. Burada mütləq altından xətt çəkin ki, təkcə konsument olduğunu yox da, yəni birincidirmi, ikincidirmi, üçüncü dərəcəli olduğuna da biləsiniz. Yəni başınız qarışmasın. Baxın, ən çox biokütləyə malik olan həmişə bitkilər, yəni ki, produsentlərdir. Ən böyük həmişə produsentləri göstərməlisiniz. Deməli, ən böyük burada hansıdır? Produsentlərdir. Sonra getdikcə belə deyim,
biokütlə azalır. Çünki produsentlərdə əgər ən çoxdursa, produsenti yeyən birinci dərəcəli konsumentdə get-gedə azalacaq. İkinci dərəcəli konsumentdə daha da azalacaq. Üçüncü dərəcəlidə daha da azalacaq. Redusentdə daha da azalacaq. Yəni həmişə yadınızda saxlayın ki, ardıcıllıq produsentdə daha çoxdur, birinci dərəcəli konsumentdə azdır, ikincidə daha azdır, üçüncüdə daha azdır. Yəni bu şəkildə. Deməli 5-ci ən çox olan produsentdir. 5-dən biraz az olan, yəni 2 birinci dərəcəli konsumentdir. 2-dən biraz az olan, yəni 3 ikinci dərəcəli konsumentdir. 3-dən də biraz az olan, yəni ki 1 üçüncü dərəcəli konsumentdir. 4 də burada nəyə aiddir? Redusentdə bizə nə soruşurdu? 3-cü dərəcəli konsument soruşurdu. O da olacaq D variantı, yəni birincisi olacaqdır. 53-də də bu hər zaman belədir. Yəni ən böyük prosentdir. Yəni ardıcıllıq necədirsə, qida zənciri necədirsə, o istiqamətdə də biokütlə azalır. Yenə də ən çox burada nədir? 53-cü sualda 5 ilə göstərilən produsentdir. Ondan biraz az olan, yəni ki, ikincisi burada nə olacaqdır? Birinci dərəcəli konsument olacaqdır. Üçüncüsü ikinci dərəcəli konsument olacaqdır. Birincisi üçüncü dərəcəli konsument. Dördüncüsü də redusent olacaqdır. Bizdən nə isə produsenti istəyir. Produsent deməli burada 5-incisi produsent oldu. İkinci dərəcəli konsumentdə üçüncüsü oldu. Doğru cavab edəcəkdir A variantı. Yəni çünki baxın, produsent günəş enerjisi produsentin üzərinə düşür. Produsenti yeyir birinci dərəcəli konsument. Birinci dərəcəli konsumenti yeyir ikinci dərəcəli. İkinci dərəcəlini yeyir üçüncü dərəcəli. Sonda da redusent. Elə deyil. Bunlardan hər birinə redusent, hər biri də axırda redusentə parçalanır. Ən çox biokütləyə produsentlər malikdir. Produsentləri artıq birinci dərəcəli konsument yeyirsə, axı orada müəyyən bir enerji itkisi olur. Yəni biokütlə azalır. Plusda birincini ikincidə yeyəndə ikinciyə daha az keçir. Yəni enerji itkisi olduğuna görə getdikcə bu diaqramlar azalır. Bunu da bu şəkildə yadınızda saxlayarsınız. Yenə də əgər hər hansı bir başa düşmədiyiniz məqam oldusa və ya sual oldusa, onu mütləq şərhlərdə qeyd edin. Mən sevə-sevə sizə onu başa salaram.